Salam MİQ və sertifikasiya imtahanına hazırlaşan əziz müəllimlər, xoş gördük hər birinizi. Mən Milizm Akademiyinin rəhbəri, həmçinin MİQ musiqi və sertifikasiya imtahanı üzrə təlimçi müəllim Rəna Hüseynova. İlk öncə hər birinizə uğurlar arzu edirəm. İstər MİQ imtahanında iştirak edəcək, istər sertifikasiyada iştirak edəcək müəllimlər. İnşallah hər biriniz getdiyiniz istiqamətlər üzrə yüksək nəticələr əldə edərsiniz. Sizə dəstək məqsədi ilə testlər izah edəcəyik. Bildiyiniz kimi artıq MİQ və sertifikasiya imtahanına sütahisə tipli suallar düşür və bu testləri tapmaqda müəllimlər çətinlik çəkirlər. Bunun üçün sizə keçən ilin MİQ suallarından hazırladığımız sınavın izahını verəcəm. Deməli, birinci sualdan başlayaq ilk öncə. Şəhər tədbirində konsert olur. O konsertdə Məşədi Zeynal, Mirzə Mənsur, Mirzə Fərruh çıxış edirdi. Bu zaman konsert nə haqqında keçirilir? Deməli, əziz müəllimlər, ilk öncə biz bu ifaçıların kim olduğunu bilməliyik. Hal-hazırda burada gördüyünüz Məşədi Zeynal, Mirzə Mənsur, Mirzə Fərruh bunlar tar ifaçılardır və ona əsasən də bu konsert təbii ki, Tarzanlar haqqında olacaqdır. Ola bilər ki, bura, məsəl verə bilər ki, Habil Əliyev, Məşədi Zeynal və ola bilər ki, 2 dənə alət üçün konsert olar, kamança və tar üçün. Amma hal-hazırda burada gördüyünüz adlarda deyə, təbii ki də bu konsert Tarzanlar haqqında olacaq. Şagird şifahi ənənəli musiqi ifa edirdi. Onun ifa etdiyi musiqinin əvvəlində lirik şeirin bir növü səslənirdi. Şagirdin nə ifa etdiyini tapın. Bu il müdavimlərin çoxunun çətinlik çəkdiyi sualdır bu sual. İlk öncə lirik şeirin bir növü deyəndə biz nəyi nəzərdə tutduğunu bilməliyik. Lirik şeirin bir növü müəllimlər bayatıdır. Bayatı daha çox laylalarda istifadə olunur. Laylaların mətni əsasən bayatılardan təşkil olunur. Və burada da görürsünüz ki, bunların heç birinə uyğun gəlmir. Bayatı da Bayatı Şiraz muğamının əvvəlində səslənirdi. Bu da uyğun gələcək bizim Y variantımızda. Daha sonra şagird klassik muğamı ifa edən zaman Oxşarı və Heydəri zərbi muğamı bu muğama əsaslanır deyə bildirdi. Şagirdin ifa etdiyi muğam hansıdır? İlk öncə onu qeyd edeyim ki, əziz müəllimlər, hər bir zərbi muğam müəyyən bir klassik muğama əsaslanır. Şüşlərə əsaslanan zərbi muğamlar elə Oxşarı və Heydəridir. Ona görə bizim düzgün cavabımız A variantı olacaq. Hümayunə əsaslanan zərbi muğam yoxdur. Rasta əsaslanan zərbi muğam Heyratı olacaqdır. Şura əsaslanan zərbi muğam Arazbari, Simayi Şəms, Mani, SGH əsaslanan zərbi muğamlar yəni orta məktəb kitablarında verilənlərə əsasən Qarabağ şikəstəsi, Kəsmə şikəstə zərbi muğamı SGH əsaslanır. Tədbir zamanı şagird musiqi alətini ifa etmək üçün vasitəni evdə unudub. Bu zaman müəllim şagirdin ifa etdiyi musiqi alətini hansı ilə əvəz etsə uyğun olar. Bu da həmçinin MİQ-də çətinlik çəkilən suallardandır. İlk dəfə idi MİQ imtahanında bu cür sualına rastlaşırdıq. Deməli, ilk öncə simli alətləri ifa etmək üçün müəyyən bir vasitə lazımdır. Ya mizrab, ya kaman, bunlar yəni vasitə hesab olunur simli alətləri ifa etmək üçün. Və burada da deyir ki, vasitəni evdə unudub, bu zaman şagird hansı alət, nə ilə əvəz edə bilər aləti. Burada bizə demək istəyir ki, hansı musiqi alətidir ki, vasitəsiz ifa olunur. Məsəl üçün, qanundur, tardır, saz, ud, bunlar hər biri mizrablı simli alət hesab olunur və mizrabla ifa olunan alətlərdir. Amma cəngi aləti barmaqla ifa olunur. Ona görə də bu alət hər hansısa bir vasitəsiz də ifa oluna bilər. Cəng aləti bizim alətdir, Avropa aləti olaraq isə arfaya bənzəyir. Yəni, variantların içərisində arfa da olsa düz cavabdır. Həmçinin barmaqla çalınan digər simli alət isə kifaradır. Hansı ki, bilirik ki, onun da müşahidə ilə əvvəllər himnlər, ilk himnlər kifaranın müşahidə ilə səslənirdi. Əgər desəydi ki, yay, bizim də yaylı simli alətimiz kamançadır. Mizrablı simli alətlər isə bunlar gedir.
5-ci sualda Üzeyir Hacıbəyli haqqında deyilən hansı fikir yanlışdır? Sonuncu operettası aşımalandır. Bu fikir düzdür. Bəstəkar üç operetta yazılıbdır. Birinci operettası Ər-Arvad, sonuncu operettası aşımalandır. İkinci isə olmasın bu olsun, olmasın bu olsun. Digər adı isə Məşədibat operettasıdır. Simfonik orkestr onun adını daşıyır. Bəli, Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəylinin adını daşıyır. Aşımalan operettasında Nizami Gəncəvinin qəzəlindən istifadə olunmuşdur. Müəllimlər, bu sual artıq ikinci dəfədir imtahana düşür. Keçən il bu gördüyünüz cümlə ayrıca düşmüşdü ki, Aşımalan operettasında Füzuli qəzəlindən harda istifadə olunmuşdur. Ondan qabaqkində düşmüşdü ki, Əsgərin aryasında kimin qəzəlindən istifadə olunmuşdur. Yəni dəfələrlə işlənən sualdır. Bu sualda Aşımalan operettasında Əsgərin aryası deyilən bir hissə var ki, orada Məhəmməd Füzulinin Naləddəndir ney kimi qəzəlindən istifadə olunmuşdur. Burada isə Nizami Gəncəvi yazmışdır. Ona görə də bu cavab səhv olacaqdır. Romans janrının yaradıcısıdır. Bu səhvdir. Azərbaycanda romans janrının yaradıcısı Asəf Zeynallıdır. Ölkəm romansı ilə romans janrının əsasını qoymuşdur. Romans qəzəl janrının yaradıcısı Üzeyir Hacıbəyli olmuşdur. Sənsiz sevgili Canan 41-43-cü ildə yazılmışdır. Bülbül isə ifaçısı olmuşdur. Xalq Çalğı Alətləri Orkestri onun rəhbərliyi ilə yaranmışdır. Bəli, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 1932-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə yaranmışdı. 31-ci ildə bəstəkar bu orkestri yaratmaq istəyir, amma heyət tamamlanmadığı üçün 32-ci ildə bu orkestri yaratmışdır. Amma Xalq Çalğı Alətləri Orkestri Səid Rüstəmovun adını daşıyır. Əgər burada adını daşıyır olsaydı səhv olardı, amma onun rəhbərliyi ilə yaranıb dediyi üçün bu doğrudur. Bizdən də soruşurdu ki, hansı fikir yanlışdır? Yanlış olan fikir isə 3-cü və 4-cü, yəni C variantı olacaq. Əhsən Dadaşov haqqında deyilən hansı fikir yanlışdır? Xalq Çalğı Alətləri Orkestri onun adını daşıyır. Bu səhvdir əziz müəllimlər. Əgər burada olsaydı ki, Xalq Çalğı Alətləri ansamblı, bu zaman doğru olardır. Çünki Xalq Çalğı Alətləri ansamblı kitabda verilən 6 dənə ansambl var ki, onlardan hər biri müəyyən bir tarifatçısı, xanəndə, bəstəkarın adını daşıyırdı. Onlardan da biri Əhsən Dadaşov idi. Amma Xalq Çalğı Alətləri Orkestri isə Səid Rüstəmovun adını daşıyır. Yəni bu səhvdir. Tar və ud ifaçısıdır. Bəli, Əhsən Dadaşov həm tar, həm də ud alətinin ifaçısı olmuşdur. Udu Xalq Çalğı Alətləri ansamblının və orkestrinin tərkibinə daxil etmişdir. Bəli, həm ansamblın, həm orkestrin tərkibinə daxil etmişdi 70-ci illərdə. Hacı Xan Məmmədovun tar üçün konsertinin tarda ilk ifaçılarından biri olmuşdur. Ümumiyyətlə, Hacı Xan Məmmədov tar üçün ilk konsert yazan bəstəkardır. Onun tarda ilk ifaçısı Hacı Məmmədov. Xan olanda artıq bəstəkar olacaq, Hacı Məmmədov olanda tar ifaçısı olacaq. Bu xan sözü diqqət yetirin. Daha sonra ikinci dəfə ifaçısı isə Əhsən Dadaşov olmuşdu. Burada da ilk ifaçısı desəydi Hacı Məmmədov olardı. Amma ilk ifaçılarından biri deyir deyə o zaman Əhsən Dadaşovu götürə bilərik. Ud üçün əsər yazmışdır, xeyr, bəstəkar ud üçün əsər yazmamışdır. Əhsən Dadaşovun bəstəkarlıq kimi fəaliyyət göstərdiyi bir əsər var ki, o da notla ifa olunan Bayat Şiraz rənginin müəllifi idi. Bizdən də səhv cavabları sorulur. Səhv olan isə 1-ci və 5-ci Y variantı doğru cavabımız olacaq.